1 saat oturmaq ömrü 22 dəqiqə qısaldır. Uzun müddət oturaq həyat tərzi sağlamlıq üçün ciddi risklər yaradır. Britaniya Journal of Sports Medicine-də dərc olunan yeni tədqiqat nəticələri uzun müddət hərəkətsiz qalmağın insan sağlamlığına mənfi təsirlərini üzə çıxarıb. Alimlərin fikrincə oturaq həyat tərzi bir sıra ciddi fəsadlara yol aça bilər. Araşdırmaya əsasən uzun müddət hərəkətsiz qalmaq insulinə qarşı həssaslığın azalması, ürək-damar xəstəlikləri riskinin artması, hüceyrələrin sürətli qocalması və iltihablanma, ümumi ölüm riskinin artması kimi problemlərə səbəb olur. Bu hətta müntəzəm idmanla məşğul olan insanlara da aiddir. Mütəxəssislər xəbərdarlıq edir ki, hər 30-60 dəqiqədən bir oturaq vəziyyəti dəyişdirmək vacibdir. Onların tövsiyəsinə görə bu fasilələr zamanı yüngül fiziki aktivlik, məsələn, ayağa qalxmaq, yerimək və ya bədən dartma hərəkətləri maddələr mübadiləsinin pozulmasının qarşısını almağa və ömrü uzatmağa kömək edə bilər. Bu tövsiyələri xüsusilə ofis işçiləri, tələbələr və uzun müddət kompüter qarşısında vaxt keçirən şəxslərə yönəldirlər.